Siz bilirsinizmi ki, plug-in hibriddə qətiyyətlə tapşırıq verilir ki, mütləq maşını toka qoymalısınız? Toka qoymalı. Bəli, bəli. Bizimkilər prosta işin fəlsəfəsini anlamırlar. Bizimkilər öz aləmində variant tapıblar. Hibrid yox, hibrid kimi istifadədə plug-in hibrid. Bu başqa sözdür. O vəbşə şeydir, belə baxanda lap qəliz sistemdir. Bəli, daha qəliz sistem. çətindir. Bəli, daha qəliz sistemdir. Nə edirəm mən bu qəliz sistemi? Əgər doğrudan da Gəncəyə getmək istəyirsənsə, qardaşım, sadə benzini al. Yox, əgər Bakıda sürəcəksənsə, Bakının radiusu 40-50 kilometr. Hardan niyə qorxursan ki? Axşam evə gəlib tok qoyacaqsan da. Həftə bir tok qoyacaqsan da. Niyə qorxursan ki? Bu psixolojik faktordur və bundan bütün dünya əziyyət çəkir. Məsələn, almanlar da bugün deyirlər ki, mən maşınımı toka qoyanda bunların da dərdi başqa cürədir. Kilovatı 1 eurodan deyir yazır. Elə deyir dizel tökürəm da. Baxın, kilovatı Orada başqa məsələdir, daha bahadır.